Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə bağlı bağçalı, həqiqətən kənd həyatı tərzində tikilmiş, yaşayışlı bir həyət evi təqdimatına gəlmişəm. Video təqdimata başladım həyət hissəmizdən. 4 sotda inşa olunmuş 2 mərtəbə 5 otaqlı həyət evi təqdimatına gəlmişəm. Bu evimiz yerləşir Masazı dairəsindən Araz marketə yuxarı qalxanda 300-400 metr içəridə. Şəxsi tikili, kürsülü. Həyətin görürsünüz, həqiqətən çox gözəl belə bir geniş həyəti var. Bar verən ağaclarını görürsünüz. Yerləşmə yeri ideal və əladır. Şəhərə gedən marşrut dayanacağından 30-40 metr məsafədə yerləşir. Burada əl damı kimi belə bir yeri tikilibdir. Yəni lazım olan, istifadə olunmayan əşyalar yığmaq üçün 10 tonluq baseyni var. Bura həyət hissəsi də görürsünüz. Şəxsi tikilidir. Tikili sanitar qovşağı həm içəridə, həm çöldə var. Bura əl damıdır. Yerləşmə yeri həqiqətən idealdır. Həyətinə rahatlıqla 2-3 maşın daxil ola bilir. Gördüyünüz kimi. Həyəti olan, həyətində var verən ağacları olan, güllü çiçəkli, şəxsi tikili ev axtaran müştərilərim profildən nömrə qeyd olunub və əlaqə saxlaya bilərsiniz. Burada yay mətbəxi var. Oturub rahatlıqla əyləşə biləcəyiniz çay içiləsi bir yeri də var. Burada gördüyünüz kimi. Yerləşmə yeri idealdır. Masazı dairəsindən sağa qayıdan, qalxan yolun üzərində yerləşir. Qoşa daşla, monolit betonla inşa olunubdur. Qeyd edim ki, otağın içəri evimizdə də daxil olanda sizə təqdim edəcəm. Orada digər obyekt kimi də istifadə edə biləcəyiniz otaqları var. İndi isə sizi evimizlə tanış edim. Dəyərli dostlar, dəyərli izləyicilərim, daxil olduq evimizə. Bura evimizin giriş hissəsidir. Bura ikinci mərtəbəyə qalxmaq üçün pilləkənidir. Burada yerləşir sanitar qovşağı ilə hamam otağı. Qeyd edim ki, həqiqətən maşallah sanitar qovşağı ilə hamam otağı da çox genişdir. Duş kabinə yığılıbdır. Şəxsi tikilidir. Ev sahibi öz usta olubdur. Təmirində bütün materiallar nəzarət olunub, qoşa daşla inşa olunubdur. Bura mənzilimizin mətbəx hissəsidir. Həqiqətən xanımlar üçün ən ideal və istənilən bir yer. Mətbəx, geniş mətbəxi var. Qiyməti çox yaxşı qiymətə təklif olunur. Yaxınlığında məktəb, bağça. Demək olar ki, 11 nömrəli məktəbədə yaxın bir ərazidədir. Masazı dairəsindən Xırdalana keçid tərəfdə də yaxındır. Masazı dairəsində. Bura mənzilimizin belə geniş olan qonaq otağıdır. Yerləşmə yeri həqiqətən idealdır, əladır. Qoşa daşla tikilibdir, kürsülüdür, hündür ərazidir. Buranın gördüyünüz keçək evimizin. Burada bir dənə əlavə bir otağı var. Burada lazım olan əşyaları yığmaq üçün görsənir. Burada isə obyekt kimi istifadə olunan obyekt belə bir otaq hissəsi var. Hazırlıq yeri, kurs kimi istifadə oluna biləcək. Yerlər qranit olan hissələri isti döşəmədir. Keçək sizi ikinci mərtəbə ilə də tanış edeyim. Qeyd edim ki, yerləşmə yeri həqiqətən qeyd etdiyim kimi əla yerdədir. Mənzilimiz qismən əşyalı satılır. Burada əlavə bir dənə də otaq düzəltmək mümkündür. Qoşa daş, 2 mərtəbə, 5 otaqlı, belə bir gözəl, ideal təmirli mənzil təqdim edirəm sizə. Bura yataq otağımızdır. Burada isə keçək ikinci yataq otağını sizə təqdim edim. Maşallah, yataq otaqları da hamısı çox genişdir və qarşısı açıqdır. Marşrut dayanacağına, məktəbə, bağçaya həqiqətən çox super bir mənzildir. 4 sotda yerləşir. 250-300 kvadrata qədər olan bir ölçüsü var. Burası üçüncü yataq otağıdır.
Stil sistemi kombidir. Qeyd edim. Sənəti bələdiyyə sənətidir. İstəyən müştəri üçün də kutu almaq mümkündür. Sadəcə ev sahibi istəmir. Buradan belə eyvana çıxışı da var. Görürsünüz, rahat əyləşə biləcək. Eyvan hissəsi də var. Dəyərli dostlar, dəyərli izləyicilərim. Bu evlə bağlı sualınız olarsa, profildə nömrə qeyd olunub. Həqiqətən gəlib yerində baxılası bir evdir. Pilləkən arası manuel beton ideal təmirdir. O gözəl evə sahib olmaq üçün profildə nömrə qeyd olunub. Əlaqə saxlayın, siz sahib olun. Demək olar ki, həm obyekt alırsınız, həm də mənzil alırsınız. Qiyməti də əla qiymətə təklif olunur. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.